Deməli, birinci cümləni məchul növə çevirək. 2 cümlə verib hər ikisini çevirmək lazımdır. Baxırıq. We never saw him in the dining room. A maid took all his meals up to him. Aha, birinci cümlədə çevrilməli olacaq bizim tamamlığımız him. Yəni he-yə çevirəcəyik. İkinci cümləmizdə isə all his meals olacaq cümlənin, yəni məchul növün mübtədası yerində. Bir-bir çevirsə, indi gəlin bir-bir çevirək. He was never seen olacaq birinci tərəf. Niyə? Çünki görürük ki, so keçmişdədir. Deməli, biz to be-nin keçmiş formalarından istifadə etməliyik. He təkdə olduğu üçün was verəcəyik. Never yerində qalır və participle to hissəmiz buradadır. Bu belə. İkinci cümlədə isə all his meals. All his meals. Yenə took keçmişdə olduğu üçün və bizim cümləmizin mübtədası cəmdə olduğu üçün were istifadə edəcəyik. Were taken participle to hissəsində olacaq. Cavabımız uyğun gəlir deməli. He was never seen. İkinci cümlədə isə all his meals were taken. Yəni B variantı. İkinci cümlədə baxırıq. What seas and oceans surround Great Britain? Aha, yəni cümlənin tamamlığını müəyyən etməliyik. Tamamlıq dedikdə, yəni cümlənin xəbərindən, feildən sonra gələn üzv cümlənin tamamlığı olur. Yəni Great Britain-dan söhbət gedir və zamanımız indiki zamanda olduğu üçün Great Britain-da it olaraq əvəzlik kimi çıxış etdiyi üçün biz bunda istifadə edəcəyik izdən. Yəni olacaq What seas and oceans bizim cümləmizin bir hissəsidir. Yəni hansı dənizlər və okeanlarla Böyük Britaniya əhatə olunur deməliyik. Great Britain burada qalır yerində. To be-nin indiki zaman forması is şəxsən əvvələ keçir. Surrounded isə bizim participle to hissəmizdir. By da, yəni tərəfindən kimi çıxış etdiyi üçün cavabımız olacaq A variantında. Üçüncü cümlədə do your parents often buy you such expensive presents? Deməli, cümləmiz özü sual cümləsidir. Sual cümləsinin cavabını bizdən məchul formada istəyir. Gördüyümüz kimi bütün cavablarda no, inkar istəyir bizdən. İndi gəlin cümləni inkar olaraq cavab qaytaraq. Məsələn, deyərəm ki, mənə heç vaxt bahalı hədiyyələr alınmır. Necə deyərik? Yəni cümlənin burada hansıdır? Tamamlığı you. Yəni sənə alır deyir. İndi mənə alınır və yaxud alınmır deməliyəm. Deməli, do varsa cümlədə to be hansı formalarını istifadə edəcəyik? Am, is, are. Əgər sual cümləsi do ilə verilirsə, to be indiki zaman formalarından istifadə edəcəyik. Amma yox, əgər cümlədə didi görsəydik, istifadə edəcəkdir was və were. İndi do ilə sual verilibsə, I am deməliyəm. I am, never-ni saxlayıram. Yəni, I am never bought olacaq. Yəni, mənə heç vaxt alınmır deməliyəm. O da harda olacaq? I am never bought such expensive present. Yəni, D variantında özünü göstərir. Bu da belə. Dördüncü suala baxırıq. They produced a lot of cotton in Turkey last year. Aha, bu da daha bir sadə bir cümlədir. Cümlənin tamamlığını müəyyənləşdirməliyik, yəni xəbərdən sonraki. A lot of cotton. Gəlin birlikdə çevirək. A lot of cotton. Zamanımız hansı zamandadır? Burada eddə var, burada last var. Keçmiş sadə zamandan söhbət gedir və a lot of cotton sayıla bilməyən tək kimi çıxış etdiyi üçün to be-nin keçmiş tək formasını istifadə edəcəm, yəni was. A lot of cotton was produced olduğu kimi qalır. Çünki produce qaydalı fe'l olduğu üçün keçmiş zamanı participle to forması edlə düzələcək. İndi bu düsturu axtarmalıyıq biz harda. Burada were var, lazım deyil bizə. Z-in özünü istifadə etmirik. Bizə lazımdır. Deməli, D variantını görürük. A lot of cotton was produced. D variantı. Daha sonra, who has painted these wonderful pictures? Aha, yəni baxırıq. Has painted bizim cümləmizin xəbəridir. Present perfect formada istifadə olunub. Yəni, indiki bitmiş zamandadır cümləmiz və cümləmizin tamamlığı nədir? These wonderful pictures. Aha. İndi biz bunu cümlənin tamamlığı, yəni mübtədası kimi çıxış etdirəcəyik. Hansı ki, yəni bu gözəl şəkillər kim tərəfindən çəkilib? Və burada biz düstur olaraq bilməliyik. Bitmiş zamanın məchul necə düzəlir? Have, has, məsələn, keçmişdə had, plus been plus participle to. Yəni been'i burada mütləq görməliyik biz. Hansı variantda bunu görəcəyik? İndi kim tərəfindən deyirəmsə, bir də buna diqqət yetirməliyik. Ya who by ilə sual verəcəm, ya da by whom-la. Yəni bu kişinin birindən variant versə, düzgün şəkildə düz götürə bilərik. İndi kim tərəfindən demək istəyirəmsə, olacaq necə? Who İndi demişdik ki, have, has, had cümlənin deməli şəxsindən əvvələ keçir. Have-lə deməli participle to-nun və be-nin formaları bir-birindən ayrılır. Who have these wonderful pictures been painted by? Yəni who by bu düsturumuzdur. Bu gördüyümüz düsturdur. Nöqtələrin yerinə digər cümlə üzərinə yazdıq. Have-i şəxsindən əvvələ keçiririk. Been painted-də yanaşı gəlir. Yəni heç vaxt have been painted və yaxud ümumiyyətlə bitmiş zamanın köməkçi fe'llərindən been yanaşı işlənməz. Mütləq onlar sual kimi verdikdə sual cümləsində ayrılmalıdır bir-birinə. Yəni ortasında bizim şəxsimiz çıxış etməlidir. Ona görə cavabımız olacaq B variantı. 6-cı suala baxırıq.
deməli passive voice-də məchul növdə olan cümlələri seçməliyik. Great research has been done upon Shakespeare's writings. Aha, has been done görürük. İndiki bitmiş zamanın məchuludur. Biri birdir. Sonra baxırıq. The farmers found the treasure buried long ago. Burada görürük ki, yoxdur. Heç to be-nin formaları burada çıxış eləməyib. Ona görə biz bunu passive seçə bilmirik. Many English kings and queens were buried in Westminster Abbey. Aha, were buried. Keçmiş sadə zamanın məchul formasında 3-ü düz götürə bilərik. Yəni to be-nin formaları plus participle to düsturunu biz görməliyik ki, cümlələrdə onu biz məchul formada seçə bilək. Digərlərinə baxsaq, the sums done by the students were wrong. Yəni hanı? Burada heç to be-nin formalarından məsələn bu danı görürük. Burada onlar da yanlış işlənməyib. Ona görə biz bunu məchul kimi seçmirik. We have been to the Tower of London this week. Burada da have been sadəcə indiki bitmiş zamanın zaman formasıdır. Yəni biz olmuşuq deyir bu həftə London qülləsində. Yəni burada participle to yoxdur. Yəni daha doğrusu var. Be'nin özü participle to kimi çıxış edib. Yəni digər əsas fe'limiz yoxdur burada. Ona görə biz bunu məchul seçmirik. Cavab olacaq 1 və 3. 7-ci sualda baxırıq. My father collected stamps when he was a boy. Aha, burada sadəcə keçmiş sadə zamanda verilmiş bir cümlədir. Yəni burada heç bir məchulluq yoxdur. Many interesting books were collected. Aha, burada görürük məchul növün düsturunu. The postcards collected by the children were very colorful. Aha, belə bir qaydaya biz nəzər salmalıyıq ki, əgər cümlənin sonunda sifət varsa və yaxud da müstəqil yəli əvəzliklər varsa, o cümlələrdə passivlik yoxdur. Yəni passiv deyil. Burada da colorful görürük məsələn. Bu lazım deyil bizə. Burada sadəcə deyil ki, uşaqlar tərəfindən toplanmış. Burada sadəcə bu participle to kimi çıxış edib. Yəni keçmiş zaman zərfi olaraq. Burada to be-nin formaları yoxdur. Daha doğrusu olsa da, bu da zamanın belə xəbərlik kimi çıxış edir. To be-nin formalı plus participle to düsturunu biz burada görmürük deyə ki, 3-ü seçə bilmirik. 4-də Jane has been elected the monitor of the class. Aha, Jane seçilib deyir. Has been elected. İndiki bitmiş zamanın məchulunu görürük. 2, 4. 5-ə baxaq. The pupil selected the monitor in September. Aha, bu da sadəcə keçmiş sadə zamanın belə deyək xəbəridir. To be-nin forması burada yoxdur. Ona görə 5-i seçmirik. Cavab olacaq 2 və 4. 8-ə baxaq. Deməli, who were the telegrams delivered by? Düzdür. Who by düsturundan çıxış eləyəndə dedik. Who, bayaq yazdığımız kimi. Who nöqtələr by və yaxud da by whom-dan. İkisindən birindən sual cümləsini qura bilərik. Kim tərəfindən demək istəyiriksə. Burada görürük ki, who və by ayrılıb bir-birindən və bizim to be-nin şəxs forması nədən əvvələ keçib? Şəxsdən əvvələ keçib. Bu da participle to hissəsidir. Bayaq qeyd etdiyimiz kimi. To be-nin formalarından participle to sual cümləsinin bir-birindən ayrılmalıdır. Ortasında yəni bizim cümləmizin tamamlığı, yəni məlum növün tamamlığı məchul növün mübtədası yerləşməlidir. Ona görə biri düz götürürük. İkinci cümləyə baxaq. Were the cakes cooked by the maid tasted? Aha, buradakı were-ü görürük sual cümləsi olaraq. Amma bizim ikinci tərəfin participle to'su hansı olacaq? Bax, bu taste olacaq. Yəni bunu da biz məchul növ kimi götürürük. Deyək ki, qulluqçu tərəfindən bişirilmiş. Yəni bu cook deyil were-ün digər belə deyək də hissəsi. Tasted-dir were-ün digər hissəsi. Qulluqçu tərəfindən bişirilmiş deməli tortlar dadıldı mı? Yəni were tasted burada bir çıxış eləyir. Ona görə biri də ikini də götürürük. 3-ə baxsaq, were the telegram sent by the representatives illegible? Cümlənin sonunda sifət var dedik. Sifət varsa o passive voice deyil. 4-ə baxsaq, was the man employed by you really talented? Yəni cümlənin sonunda sifət var, istedadlı. Ona görə biz bunu passive götürə bilmirik. Cavab olacaq 1 və 2. 9-cu suala baxaq. Who were the essays written by? Eyni qaydadan çıxış edirik. Who by-a sual formasına əsasən were bizim şəxsimizdən əvvələ keçib. Burada da participle to var. Deməli, bir passive voice-dədir. 2-yə baxsaq, were the cakes tasted by the cook baked yesterday? Bayaqki eyni bu cümlənin belə deyək, dəyişdirilmiş formasıdır. Yəni bu were-nü burada verib. Bizim cümləmizin burada mübtədasıdır. Tasted-də baxmırıq. Bu were-nin digər hissəsi olacaq baked. Yəni deyir ki, aşpaz tərəfindən dadılmış tortlar dünənmi bişirilib? Yəni were baked. Bu hissəsi buradadır. 1, 2 olacaq. 3-ə baxsaq cümlənin sonunda confidential sifət var. Götürmürük. Fewer ya sifətdir. Ümumiyyətlə onları heç vaxt ayırmağa da dəymir. Cümlənin sonunda sifət varsa və müstəqil yəli əvəzliklər varsa biz o cümlələri məchul növdə seçməyəcəyik. 10-cu suala baxırıq. Deməli, cümlənin, verilmiş cümlənin passive formasını seçməliyik. The committee has already sent us their booklets and price lists. Aha. Bu tip cümlələrdə görürük ki, bax, sent bizim cümləmizin belirtdə has sent xəbəridir. Xəbərdən sonra 2 dənə tamamlıq var. Bir aslı, bir də bax bu bütöv olan their booklets and price lists. Bu ümumilikdə 2 dənə cümlənin tamamlığı var.
Bir ası çevirib V ilə V olaraq dəyişə bilərik. Bir də bax bu bütöv birləşmənin. Deyə booklet and price list olanı. Məsələn, baxacağıq birinci cümlədə the committee has. Ümumiyyətlə buna baxmırıq. Niyə? Çünki məlum növdə olan cümlənin tamam mübtədası məchul növdə də həmin mübtəda ilə başlaya bilməz. Yəni ona heç ümumiyyətlə baxmırıq. Bizə lazımdır bu cümlənin tamamlıqları. Yəni ası çevirib V eləyib. We have already been sent. Yəni bizə artıq göndərilib. We have already bizim zaman zərfimizdə been sent. Yəni biri 2 olacaq. 3-ə baxsaq. The booklet and price lists have already been sent to the committee. Komitəyə yollanılmayıb. Burada cümlənin mənasında artıq biraz səhvlik var. Komitə tərəfindən yollanılıb. Ona görə 3-ü seçmirik. 4-ə baxsaq. The committee's booklets and price lists. Yəni ümumilikdə bunu apostrofesi ilə komitəyə birləşdirib. Lists have already been sent to us. Aha, bu düz olacaq. Cavabımız olur 2 və 4. 11-ci suala baxırıq. Deməli, hansı cümlələr məchula çevrilə bilər? Can be changed deyir. There were thousands of people waiting impatiently in the queue. Deməli, bu cümlədə ümumiyyətlə məchula çevrilmə şansı yoxdur bu cümlənin. Yəni deyir ki, orada minlərlə insan var idi növbədə gözləyən. There is dara tipli olanda biz bunları məchula çevirə bilmirik. Biri getdi. 2-də they didn't give me the information I needed. Aha, give-dən sonra ümumiyyətlə təsirli feil olan cümlələrdə məchula çevirmək olur. Təsirsiz feilləri biz məchula çevirə bilmirik. Məsələn, baş vermək, getmək, gəlmək, bunlar məchula çevrilmir. Mənə göndərildi deyə bilərəm. Yəni I göndərilmədi daha doğrusu. I wasn't sent, given daha doğrusu verilmədi. Deyə bilərəm. Biri 2 olacaq. 3-də dangerous driving causes many accidents. Aha. Bunu da yenə çevirə bilərəm. Many accidents olaraq. Many accidents səbəb olur nədən? Səbəb yaranır yəni. Are caused by dangerous driving. Yəni deyir ki, çoxlu qəzalar baş verir nəyin nəticəsində? Təhlükəli sürüşlər nəticəsində. Təhlükəli sürüşlərdən, yəni çoxlu qəzalar baş verir. Çevirə bilərik. Səbəb olur yəni. 4-də the peasants' well-being depends on a good harvest. Yəni burada da yenə depend on aslıdır. Bunu biz çevirə bilmirik məchul növə. Ona görə 4 atırıq. 5-də a friend of ours is repairing the roof of the building. Aha. Is repairing-dən sonra the roof. Yəni təmir edir nəyi? Təsirli feil olduğu üçün dəyişə bilərik. Bunu da davam edici zamanı məchul növü necə düzəlir? The roof is ING keçirir be-yə, being repaired. Bu formada olacaq. Yəni davam edici zamanları məchul növü olacaq to be formaları plus being plus participle to olaraq öz yerinə alır. Cavab olacaq 2, 3 və 5. 12-ci suala baxaq. Yenə passive voice olan cümlələri bizdən istəyir. Dinner prepared by them has been ready since 10 o'clock. Bax, buradakı has been ready, ümumiyyətlə have been, has been, had been kimi birləşmələrdən sonra sifət gəlirsə, burada passivlik yoxdur. Deyir, sadəcə hazır olub. Saat ondan bəri hazırdır. Bu mənadadır. Yəni, burada participle to yoxdur. Ona görə biri seçmirik. 2-dən, the tent has been torn by the storm. Aha, has been torn var burada. Deyir ki, onların çadırı tufan nəticəsində cırılıb. Tufan tərəfindən də belə deyək, cırılıb. Has been torn, burada participle to var. TFL-nin 3-cü formasıdır. He has been abroad on business for a long time. Yəni, has been abroad, has been olub demək. Yəni, burada participle to yoxdur. Ona görə 3-ü də seçmirik. 4-ə baxsaq, he has been hurt. O incidilib. O, yəni, savaşda ona incidilib, zərər verilib. He has been hurt. Ola bilər. Hurt-də bilirik ki, amor feillərdən də 3 forması eyni qalanlara aiddir. Hurt, hurt, hurt olaraq qalır. Ona görə participle to forması da yenə eyni qalır. Cavab olacaq deməli 12-də. 1, 2, bir də 4. Daha sonra 13-cü sualda you have been late. Yenə have been plus sifət varsa burada məchulluq yoxdur. The typing paper has been used up. Aha, var. Has been plus participle to'muz varsa deməli 2-ni götürəcəyik. Visitors are required not to feed the animals. Aha, are required görürük. Bunun forması plus yenə participle to 3-ü də seçəcəyik. Digərlərinə baxsaq, is there any news sent to Jill? Ümumiyyətlə is there, are there, there is there bu tip birləşmələrlə, there is birləşmələri ilə başlayan cümlələrdə də biz məchul seçmirik. There hasn't been much lately. Rain lately, yəni burada da yenə participle to yoxdur. Sadəcə bitmiş zamanda 5-i də seçməyəcəyik. 14-cü suala baxaq. Deməli, more than 600 pieces of music were composed. Aha, görürük. Bunun forması plus participle to. Məchulluq var. Biri 1 olacaq. Sonra baxaq.
The Marriage of Figaro and 41 Symphonies composed by Mozart brought him a worldwide fame. Aha. Burada sadəcə keçmiş zaman feili var burada. Keçmiş zaman feili sifəti. Yəni Mozart tərəfindən bəstələnmiş. To be-nin forması yoxdur burada. Ona görə bunu məhsul seçə bilmirik. 3-dən This great classical music was written. Aha, var burada. To be-nin forması plus participle to. Bu ilə də bağlayıb 3-ü də seçəcəyik. 4-ə baxsaq, is the recommendation written by your teacher of great importance in applying for a job? Yəni burada başlayır nə ilə? İzlə verib, deməli, in applying for a job. Written-ı da burada verib. Deyir ki, sənin müəllimin tərəfindən yazılmış rekomendasiya iş üçünmü? Deməli, böyük əhəmiyyət kəsb edirmi işə, belə deyək, müraciətdə? Burada da məhsulluq yoxdur. Niyə yoxdur? Çünki görürük ki, burada izlə written-ın əslində məqsədi məhsulluqda deyil. Is the recommendation written by your teacher of great importance in applying for a job? Yəni burada e-jobun izidir, belə deyək. İş üçündürmü? Yəni bu mənadadır. Ona görə 4-ü də seçmirik. Cavabımız olacaq 14-də 1 və 3. 15'e baxırıq yenə. Internet has become more widely accepted by the yours. Aha, yenə burada da has become indiki bitmiş. Zamanda accepted'in yanında da ümumiyyətlə to be'nin forması yoxdur. Ona görə bu da yenə keçmiş zaman fe'li sifəti kimi çıxış etmiş olur. Biri seçmirik. Highly priced shares are popular among. Yenə burada da are var, amma participle to'muz yoxdur. İkini də seçməyəcəyik. Baxaraq 3'ə. Large departments were broken. Var. To be'nin forması plus participle to 3'ü seçirik. The letter had been sent. Göndərilib. Had been plus participle to 4. 3, 4 passive voice'lərdir cümlələrimiz. 16'da the worker sent by you has been here since morning. Aha, buradakı sent yenə keçmiş zaman fe'li sifətli, yəni sən tərəfindən göndərilmiş deyir. Yəni burada to be'nin forması yenə yoxdur. Ona görə biri passive voice'da seçə bilmirik. The jacket has been worn. Var burada, geyinilib. The festival organized by, yenə organized-in yanında to be'nin forması yoxdursa, bu demək keçmiş zaman fe'li sifətidir. 3'ü seçmirik. The road was blocked. Burada da məhsulluq var. Was plus participle to. Cavab olacaq 2 və 4. 17-ci sualda was the dinner made by your mother tasty? Aha, bayaq dediyimiz qaydadan çıxış edəriksə, cümlənin sonunda əgər sifət varsa, bunu məhsul götürmürük. Sonra was the speech made by the man welcomed? Burada da deməli var. Was welcomed-ın was'udur. Yəni deyək ki, o kişi tərəfindən edilmiş nitq yaxşı, xoş qarşılandı mı? Was welcomed-ın was'udur. Yəni made-in yox. Bu burada participle to'dur. Yəni keçmiş zaman fe'li sifətidir. Was buna aid deyil, amma 2-ni ümumilikdə, yəni passive voice götürürük. Was the speech welcomed by the audience interesting? Cümlənin sonunda sifət var, məhdud götürmürük. Was the dinner made by you? Sən tərəfindən mi hazırlanıb yemək? Ona görə 4'ü götürə bilirik. 18-ci sualda you was sent to London last week. Aha, var məhsulluq was sent. There has been much snow. There is zero tipli olanlarda ümumiyyətlə burada məhsulluq olmur dedik. Has been sadəcə olub demək. İndiki bitmiş zaman sadə formadadır. 2-də məhsulluq yoxdur. The guests were asked. Var burada. Is there? O varsa ümumiyyətlə baxmırıq o cümləyə. There is zero tipli və yaxud da onun sual formasına başlayırsa orada məhsul yoxdur. Is this the man invited to the meeting? Bu yəni burada da deməli seçəcəyik necə? Burada məhsulluq yoxdur. Niyə? Çünki buradakı invited participle to keçmiş zaman fe'li sifəti kimi çıxış eləyib və deyir ki, bu o kişidirmi? Deməli, meetingə, görüşə dəvət edilmiş o kişidirmi? Yəni burada is invited'in izi deyil. Ona görə burada məhsulluq yoxdur. Cavab olacaq sadəcə 1 və 3. 19-cu sualda biraz bulanıqlıq var. Onlara baxa bilməyəcəyik. Gəlin biraz aşağılardan uyğunlaşmalara baxaq. Məsələn, 27-ci suala baxsaq. Your room will be available at 10 o'clock. It now. Aha, now varsa bilirik ki, indiki davam edici zamandır da. Bu elə deyil. İndiki davam edən zaman. Davam edici zamanda məhsul necə düzəlir? Dedik. To be'nin formaları plus being plus nə? Participle to. Bu düstur hansında var? Budur. Bir də ona görə olacaq A. Digər cümlələrlə baxaq. Mine is on business trip 2 days ago. Aha, burada da keçmiş zaman varsa, keçmiş zamanında məhsul necə düzələcək demişdik. Was, were plus participle to. Bu düstur hansında var? Görürük ki, were ordered da var. Amma burada mine is təkdə olduğu üçün bunu seçə bilmirik. Çünki burada was olsaydı düz götürə bilərdik. He accepted the price which, aha,
Burada söhbət indi which-dən əvvəlki isimdən gedir. Yəni the prize-dən gedir. Ona görə burada ola bilər had been presented. Yəni 2-yə verə bilərik C variantını. Yəni hansı ki ona hədiyyə edilib. Bu birinci prosesdir. Burada da keçmiş sadə zamanda olduğu üçün had been presented. Keçmiş bitmiş zamanı məhdudunu verə bilərik. The guests to leave the building immediately. Yəni burada görürük ki cümləmizin mübtədası cəmdə olduğu üçün biz buna were ordered deyə bilərik. 3-ə D-ni yazarıq. He a team captain this week. Burada da heç biri uyğun gəlməyəcək. Çünki bu həftədən söhbət gedir. Məsələn, indiki zamanlardan birini seçə bilərik. Burada isə heç biri yoxdur. Yəni bu Y variantına heç birini aid etmirik. Ona görə 1 olacaq A, 2-yə C, 3-ə də D. Digərlərindən də bu tip birinə baxaq. Məsələn, 26-cı sualda. The engine just when the manager saw it. Görürük ki, zaman budaq cümləsi when olan tərəf hansı zamandadır? Keçmiş sadə. Deməli, birinci tərəfdə də keçmiş sadə, keçmiş zamanlardan biri olmalıdır. Məsələn, belə deyə bilərik. The engine was being tested just when the manager saw it. Yəni də test edilirdi mühərrik. 1-ə A variantını verə bilərik. Keçmiş davam edici zamanda bu proses baş verərkən, yəni o onu görəndə, menecer onu görəndə bu proses baş verirdi. Yəni bu tipdə ona görə keçmiş sadə ilə keçmiş davam edicini uzlaşdıra bilərik. Daha sonra, after the window pane, someone smashed the window again. Yenə burada smash keçmiş varsa, demək keçmiş zamanlardan birini uyğunlaşdırmalıyıq. Amma burada gördüyümüz kimi bu zaman da buna uyğun gəlməyəcək. Yəni B variantında bunların heç birinə uyğun edə bilmirik. B də ona görə gedir. Don't switch off the computer, the updates no more. Bu da indiki zamandadır. Yəni deyir ki, kompüteri söndürmə. Yeni belə deyək, güncəlləmələr hələ belə deyək də baş verməyib. Bu formada desək. Yenə burada da heç bir variant uyğun gəlməyəcək. Buna da uyğun bir variantımız yoxdur. Why have you been so long? You to arrive so late if you worked for me. You are being, yox, verə bilmirik. You wouldn't be allowed, verə bilərik. Yəni 2-yə D variantını verə bilərik. Deyir ki, hardaydın bu uzun vaxt müddətində? Sən deyir, gəlməyə icazə verilmirdin. Əgər sən mənim üçün işləsəydin, gəlməyə icazə verilməzdin. Bu formada verir. If you worked verirsə, ümumiyyətlə bu oxşuyur nəyə? İkinci dərəcə şərh budaq cümləsinə. If olan tərəfdə işlənir keçmiş sadə zaman, yəni budaq cümlədə. Əsas tərəfdə də işlənəcək, deməli would plus feilin özü. O da hansında var? Görürük ki, 2-də var. 2 ona görə D olacaq. All the rooms at the moment. Yəni hal-hazırda deyir, bütün otaqlar nə ola bilər? Rənglənə bilər də. Ona görə 3-ə Y variantını verə bilərik. O da davam edici zamanın məhsuludur. Are being painted uyğun gələcək. Qədər.